Salam hörmətli sədir, hörmətli izləyicilər. Deməli, Sumqayıt 19-cu məhəllədə olan kanalizasiya lüklərindən kanalizasiya suları və belə yollara tökülür. Onu da açan yoxdur. Deməli, yollar bərbad haldadır. Baxın, neçə dənə lük varsa, baxın. Neçə dənə lük varsa, hamısını bax, kanalizasiya suları axır. Baxın. Axır hamısı yollara, yollar bərbad haldadır. Neçə gündür bu sular axır belə. Bunun da baxan yoxdur. Öz boşunalıqdır. Ancaq JEK işçiləri öz işlərindədir. Baxın. Baxın. Bütün kanalizasiya sistemini belə tutulub. Bax, hələ qarşıda var. Baxın. Yollar hamısı kanalizasiya sularıdır. Baxan yoxdur, bax, fikir verin. Hamısı kanalizasiya sularıdır. Bax. Neçə gündür belə tutulub, hamısı bu yollara axır, gediş-gəlişdəki pis vəziyyətdədir. Bax, axırasan gedirəm. Deməli, hamısı bərbad haldadır. Bütün kanalizasiyanın lükləri dolu, hamısı yola axır. Bax. Baxın, görün nə bərbad haldadır. Fikir verin. Burada fikir verin. Baxın. Bura 19-cu məhəllədir. Fikir verin. Baxın. Görün nə gündədir. Heç kimdə baxmır. Öz boşunalıqdır. Hörmətli sədir. Deməli, bu 19-cu məhəllə başdan başa bütün küçə boyu belə kanalizasiyalar tutulub, hamısı yol axır. Bu qədər hörmətlə Könül Nəzarətçi İctimai Birliyinin Səhiyyə üzrə Sədr Müavin Nizami Çolanlı.